Salam dostlar. Mən Rəvan Hacıyev. Bugün sizə İngiltərədə təhsilim haqqında və dövlət proqramı nədir, necə müraciət edə bilərsiniz, bu kimi məlumatları paylaşacağam. Və magistratura təhsilimi İngiltərədə davam etdirirəm hal-hazırda. İxtisasım isə Advanced Computer Science və AI-dır. Və bu fürsəti qazandığım üçün dövlət proqramına çox şey borcluyam. Hansı ki dövlət proqramı sizin bütün təhsil haqqınızı, aylıq xərclərinizi, sığorta xərcini, yaşam xərcini, yəni bu kimi bütün xərcləri qarşılayan full bir təqaüddür və sizlər də bu təqaüddən təbii ki yararlana bilərsiniz. Necə biz müraciət edə bilərik dövlət proqramına? Təbii ki bir neçə kriteriya var ki, hansı ki siz öncəliklə, yəni proqrama müraciət etməmişdən qabaq bunları toplamalısınız. Daha sonra proqrama müraciət etməlisiniz. Proqram özü 2 mərhələdən ibarətdir. Hansı ki birinci sizin o müəyyən sənədləri falan toplayıb dövlət proqramına müraciət etməniz. Daha sonra isə intervyu mərhələsidir. Hansı ki ən əsas mərhələlərdən biridir və bu intervyu əsasən sizin dövlət proqramını qazanıb qazanmamağınız bəlli olur. Keçək dövlət proqramı üçün ilk öncəliklə nələri etməliyik, hansı sənədləri toplamalıyıq, bu haqda məlumat verim. Deməli, dövlət proqramı üzrə oxumaq istəyirsinizsə, full təqaüd qazanmaq istəyirsinizsə, ilk öncəliklə onu qeyd edin ki, bakalavr, magistr və doktorantura pilləsi üzrə istənilən, yəni bu təhsil pillələrindən birini seçib müraciət edə bilərsiniz. Yəni hər təhsil pilləsinə uyğun seçimlər var. Və sizin, məsələn, tutaq ki, magistr təhsili almaq istəyirsinizsə, sizin bakalavr təhsilinizdə olan GPA-niz, yəni ümumi ortalamanız önəmlidir. Hansı ki, 81 və üstü olmalıdır müraciət etmək üçün. Təbii ki, bu nə qədər çox olsa, o qədər üstünlükdür və ixtisaslara görə də dəyişir. Daha çox rəqabətli ixtisaslarda daha çox GPA-nin olması daha yaxşıdır. Məsələn, mən özümdən deyirəm ki, bizdə kompüterlə bağlı, yəni IT ilə bağlı ixtisaslar daha çox rəqabətli olduğu üçün, yəni bu proqrama daha çox tələbə qoşulduğu üçün bizdə məsələn 90-91 ortalama olanların şansı daha çox idi. Amma təbii ki, təkcə bundan ibarət deyil. Daha az GPA olub, yəni 85 olub qazananlar da var. Amma ən əsas mərhələ odur ki, ən əsas məsələ odur ki, 81 və üstü olmalıdır. Və sizin dövlət proqramına müraciət etməniz üçün dil sertifikatınız olmalıdır. Hansı ki, ingilis dili C1 level biliyinizi təsdiqləyəcək bir sənəd. Bu IELTS ola bilər, bu TOEFL ola bilər və yaxud da Duolingo imtahanı ola bilər. Bu imtahanlardan birindən IELTS-ı tutaq ki, götürək, 7 və üzəri toplamalısınız ki, siz müraciət edə biləsiniz dövlət proqramına. Daha sonra dövlət proqramının hazırladığı bir list var, hansı ki orada siz top universitetlərin siyahısını görə bilərsiniz və həmin universitetlərdə olan ixtisası. Və siz bunlardan birindən qəbul almalısınız, daha sonra dövlət proqramına müraciət etməlisiniz. Və onu deyim ki, dövlət proqramının əsas məqsədi xaricdə Azərbaycan gənclərini top universitetlərdə görməkdir. Yəni siz nə qədər çox hədəfiniz yüksək olsa, o qədər şansınız çoxalır. Və bir nüans da var ki, siz müraciət etməmişdən qabaq o siyahıya mütləq baxasınız. Çünki ola bilər ki, top universitet olsun, top 10 demirəm, amma top 10-da deyəsən ixtisas fərqi yoxdur, amma top tutaq ki 50-dən bir universitet seçmisiniz və həmin universitetin hansısa bir ixtisasını seçmisiniz, amma xəbəriniz yoxdur ki, o ixtisas üzrə dövlət proqramı sizə qəbul verməyəcək. Çünki o siyahıda yoxdur. Ona görə də bunu etməmişdən qabaq birinci ixtisasınızı və universitetinizi müəyyənləşdirməlisiniz və əmin olmalısınız ki, həmin universitetdən qəbul alsan bu siyahıda varmı? Əla, bundan da qəbul aldıqdan sonra, hansı ki universitetdən qəbul alma proseduru da biraz bir-iki dənə sənədləşmə proseduru var, yəni sairə. Yəni şərt deyil ki, bir universitetə müraciət edəsiniz, yüzlərlə universitet, onlarla universitetə müraciət edib, hansılarındansa qəbul alıb, sonra ən sonunda birini seçib müraciət edə bilərsiniz. Amma daha çox nə qədər filtrləsəz, məsələn, əmin olsaq ki, yox, mən bu ölkəni, bu universiteti, bu ixtisası istəyirəm, təbii ki, sizin üçün həm vaxt cəhətdən, həm enerji cəhətdən, həm pul cəhətdən
sərfəli olacaq. Çünki bəzi universitetlər var ki, onlar müraciət etmək üçün müəyyən bir məbləğ istəyirlər. Bu belə. Daha sonra universitetlərdən də qəbul almaq üçün sizin motivasiya məktubunuz, sonra tövsiyə məktublarınız, hansı ki, müəllimlər tərəfindən verilə bilər akademik olaraq və yaxud da hər hansı bir işdən verilə bilər. İndi o universitetin müraciətinə görə dəyişir, onu araşdırmaq lazımdır. Bu kimi sənədləşmə var. Daha sonra sırf dövlət proqramının özünə də ayrıca sənədlər olaraq, yəni şəxsiyyət vəsiqəsi, yəni bu kimi sənədləri saymıram zaten. Müəllimləriniz tərəfindən tövsiyə məktubları, referans məktubları yazılmalıdır. Bunlar da olduqdan sonra əsas yəni bunlardır və sizin əlavə ola bilər ki, hər hansı bir məqaləniz olsun, hər hansı bir iş fəaliyyətiniz olsun və yaxud da könüllü fəaliyyətiniz olsun, beynəlxalq könüllü olsa daha yaxşı olar. Yəni bu sənədləri sizi ehtiva edən bütün sənədləri toplayırsınız, bu əsas sənədlərdən başqa və müraciət edirsiniz. Müraciət edirsiniz və dövlət proqramı birinci mərhələdə sizin tutaq ki, IELTS-ınızı yoxlayır, görür ki, məsəl üçün 7 və üzəridir, okey, buna bir tık, ortalamanız görür ki, uyğundur, tık. Yəni bu kimi sənədləri bir-bir yoxlayır və ümumi uyğunsuzsa siz intervyuya çox güman ki, çağırılırsınız 99%. Artıq intervyudan keçmək sizin həm danışığınız, həm həqiqətən nə qədər istəkli olmağınız, həm orada verilən suallara, həm ixtisasla bağlı olan bəzi suallara cavab verməyinizdən asılıdır və intervyuya hazırlaşma proseduru da var təbii ki. Yəni siz təxmin edə bilərsiniz ki, orada nə suallar veriləcək və ona uyğun müəyyən qədər hazırlaşa bilərsiniz. Hansı ki, mən də ona hazırlaşmışdım və təxmin edirdim ki, mən nə kimi suallar verilə bilər və təxmin edib əvvəlcədən hazırlaşanda daha rahat olur, nəinki random olaraq cavablamaq. Bu qədər. İngiltərədə ümumiyyətlə niyə oxumalıyıq? Üstünlükləri nələrdir? Bunu başqa bir videonun mövzusu eləyəcəm. Çox qısa kəsmək istəyirəm bunu. Ümid edirəm faydalı oldu. Görüşənədək.